Bir çox insan düşünür ki, ingilis dilində 16 zaman forması var. Amma bu sadəcə bir mifdir. İngilis dilində qrammatik olaraq 12 zaman forması var. 16 rəqəmi isə sadəcə bəzi strukturların, conditionals və sair kimi strukturların zaman kimi təqdim edilməsindən yaranan bir rəqəmdir. Present və onun qurşağında olan zamanlar. Present simple, present continuous, present perfect and present perfect continuous. Gəlin hər bir zamana bir sadə izah və bir nümunə ilə baxaq. Present simple vərdişlər, faktlar və ümumi həqiqətlər üçün istifadə olunur. For example, she works in a bank. Present continuous hal-hazırda baş verən hərəkətlər üçün istifadə olunur. The structure is am, is, are plus verb ing. For example, she is working. Present perfect keçmişdə baş vermiş, nəticəsi indi ilə bağlı olan zamanlar üçün istifadə olunur. For example, she has already done the report. And present perfect continuous keçmişdə baş verib, hələ də davam edən hərəkətlər üçün istifadə olunur. The structure is have, has plus been plus verb ing. For example, she has been working for 5 hours. Gələn görüşlərə dək. Bye bye.